Bu videonu izləyəndə ilk ağla gələn bizim hansısa parkdan çəkiş etməyimizdir. Lakin elə deyil. Biz bugün Kristalın Pakasama layihəsində geniş həyəti olan kompleksdən mənzil təqdim edirik. Qeyd edim ki, mənzilimiz 4 otaqlı mənzildir. Çıxarışlı və ipoteka yararıdır. Keçək mənzillə tanış olaq, sonda qiymət deyəcəm. Hətta deyərdim ki, Kristalda ən gözəl panoramaya sahib olan mənzili sizə göstərirəm. İlk öncə qonaq otağını göstərirəm sizə. Proyektimiz gözəldir. Həm həyətə, həm də gölə panoramamız var. Qonaq otağımız. Burada bizim mətbəximiz yerləşir. Proyektdə ev sahibi bu aranı açaraq bu cür dəyişdirib. Qaytara da bilərsiniz, dəyməyə də bilərsiniz. Məncə bu cür daha gözəldir. Ümumi görüntüsü. Buradan bizim eyvan hissəyə çıxışımız var. Eyvan hissəyə çıxışımız. Buradan gölə panoramamız var. Qeyd edim ki, mənzilimiz qanuni 4 otaqlı mənzildir. Çıxarışlıdır. Sahəsi 104 kvadrat metrdir. Hol hissəmizi göstərirəmsə, ümumi görüntüsü, giriş qapısını, ümumi proyektini tanış edeyim. Baxın, ümumi proyektimiz. Burada bizim yerləşir hamam sanitar qovşağımız. Burada yerləşir bizim yataq otağımız. Pəncərələr hər biri tam vitraj pəncərədir. Qiymət də çox münasibdir. Sonda qiymət deyəcəm. Sona qədər izləyin. İkinci yataq otağımız və bizim burada yerləşir üçüncü yataq otağımız. Buradan eyvana çıxışımız var və Flame Towers və gölən möhtəşəm panorama, daxilində isə hamam sanitar qovşaq. Mərtəbə 10-cu mərtəbə, qanuni 4 otaq və qiymət 309.000 manat. Ən aşağı qiymətə təklif etdiyim mənzildir. Ətraflı məlumat üçün mənimlə əlaqə saxlaya bilərsiniz.